Salam hörmətli dinləyicilər. Bugünkü mövzumuz şifrənin təyin olunması qaydasıdır. Şifrə şəxsi məlumatlarınızın təhlükəsizliyinizin əsas hissəsidir. Ona görə də güclü şifrə sizi kiber tələduzlardan qoruyur. Zəif şifrələri isə sizin hesabınızın sındırılmasına və məlumatlarınızın ələ keçirilməsinə əsas səbəb ola bilər. Güclü şifrə nədir? Güclü şifrə təsadüfi və çətin tapılan olmalıdır. Bundan əlavə, aşağıdakı meyarlara uyğun gəlməlidir. 1. Minimum 8 simvoldan ibarət olmalıdır. 2. Müxtəlif simvollar istifadə edilməlidir. Müxtəlif simvollar dedikdə nəyi nəzərdə tuturuq? Böyük hərflər, kiçik hərflər, rəqəmlər, nida, hashtag, dollar, faiz və s. kimi xüsusi simvollar. Gəlin minimal simvol tələbləri ilə tanış olaq. Şifrə minimum 8 simvoldan ibarət olmalıdır. Lakin müasir təhlükəsizlik tələblərinə görə 12 və daha artıq simvoldan ibarət güclü şifrə seçmək tövsiyə olunur. Uzun və mürəkkəb şifrələr hesabların daha etibarlı olmasına kömək edir. Çünki qısa və sadə şifrələr müəyyən kompüter proqramları ilə daha tez tapılır, amma uzun və qarışıq şifrəni sındırmaq çətin olmaqla bərabər həmçinin çox vaxt aparır. İndi isə birlikdə hərf növlərinin istifadəsinə nəzər salaq. Böyük və kiçik hərflərin birgə istifadəsi şifrənin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Bu zaman şifrəni təxmin etmək daha çətin olur. Məsələn, hər biri kiçik hərflə olmaqla kiber sözünü tapmaq asandır, lakin i və e hərfləri böyük olmaqla kiber formasında yazı şifrəni tapmağı çətinləşdirir. Xüsusi simvollar niyə vacibdir? Şifrədə xüsusi simvolların, məsələn, nida, hashtag, dolların istifadəsi şifrəyə əlavə mürəkkəblik qatır və onu tapmağı xeyli çətinləşdirir. Bu cür şifrələr avtomatlaşdırılmış hücumlara və sındırma cəhdlərinə qarşı daha davamlı olur. Çünki xüsusi simvollar şifrəni fərqli və qeyri-adi edir. Bu da kompüter proqramlarının onu tapmasını çətinləşdirir. Məsələn, P hərfi böyük olmaqla parol 2025 əvəzinə P hərfi böyük olmaqla P, R0L, hashtag 2025 nida yazmaq daha təhlükəsizdir. Gəlin sizinlə etməli və etməməli olduqlarımıza nəzər salaq. Nələri etməliyik? Şifrədə müxtəlif simvollar və hərflərdən istifadə etməliyik. Hər bir hesab üçün fərqli və unikal şifrə seçməliyik. Nələri etməməliyik? Ad, soyad, doğum tarixi kimi asan tapılan məlumatlardan istifadə etməməliyik. Eyni şifrəni bütün hesablarımızda istifadə etməməliyik. Şifrəmizi heç kimlə paylaşmamalıyıq. Şifrəmizi daha etibarlı etmək üçün əlavə tövsiyələrlə birlikdə tanış olaq. Mümkün olduqda şifrə menecerlərindən istifadə etməliyik. Bu vasitələr uzun və mürəkkəb şifrələri yadda saxlamağa kömək edir. Hesablarımızda 2 mərhələli və ya çox mərhələli avtorizasiyanı, yəni 2FA, MFA-nı aktiv etməliyik. Şifrələrimizi mütəmadi olaraq dəyişməli və köhnə şifrələrdən istifadə etməməliyik. Heç bir şifrəni elektron poçt, mesaj və qeyri-rəsmi kanallarla göndərməməliyik. Müxtəlif simvollar dedikdə nəyi nəzərdə tuturuq? Böyük hərflər A-dan Z-ə, məsələn, kiçik hərflər A-dan Z-ə, rəqəmlər 0-dan 9-a qədər və xüsusi simvollar. Bunlar nida, diyez, dollar, faiz və s. simvolları ola bilər. Nələri etməliyik? Şifrədə müxtəlif simvollar və hərflərdən istifadə etməliyik və hər bir hesab üçün fərdi və unikal şifrələr seçməliyik. Nələri etmək olmaz? Şifrədə adınız, soyadınız, doğum tarixi və ya özünüzə yaxın olan bir məlumatları saxlamamalısınız. İkincisi, eyni şifrəni bütün hesablarda istifadə etmək tövsiyə olunmur və həmçinin şifrənizi heç kimlə paylaşmayın. Nəticə, güclü şifrə sizi onlayn təhlükələrdən qorumaq üçün ən vacib addımlardan biridir. Ona görə də sadə və effektiv qaydalara əməl etməklə şəxsi məlumatlarınızı və onlayn hesablarınızı daha təhlükəsiz qoruya bilərsiniz.